Akşamınız xeyir olsun. Sabah Qarabağ oyundan sonra mətbuat konferansına söylənirik. Öncə Qurban müəllim fikirlərini bilirsiniz, daha sonra sorulur. Axşamınız xeyirli olsun, xeyirli olsun, salamın müəlliminizi. İlk öncə futbolçularımı təbrik etmək istəyirəm. Və yenə demək olar ki, bir illik əziyyətdən sonra gəlib belə bir uğur əldə elədilər. Və bu məni sevindirir. Çünki baxmayaraq çempionluğun sayı bəlkə biraz çox görünür, amma buna baxmayaraq komandanın istəkli saxlamaq, futbolçuların özlərinin istəkli olması çox vacibdir. Bu il də bunun şahidi oldum və təşəkkür edirəm hər birinə. Belə bir oyunda xüsus çox yaxşı bir oyun getdi. Əsl çempionluq oyunu oldu. Yaxşı sürət, yaxşı dinamika, ağıllı oyun hər iki komanda tərəfindən. Və əlbəttə ki, çox gözəl atmosfer. Bu stadionda həmişə oynamaq çox xoşdur. Azarkeşlərimi təbrik edirəm. Azarkeşlərimiz də bunu haqq elədilər. Çünki il boyu yağışda, qarda, soyuqda bizlərlə oldular. Elə bir oyun olmadı ki, bizi tək qoysunlar. Onları təbrik edirəm və sabaha uğurlar arzulayıram. Sabaha da dilşən təşəkkür edirəm. Ondan belə bir çox gözəl bir mənzərə idi burada. Və belə sevinirik hər birimiz. Buyurun, buyurun. Çempionluq münasibətini təbrik edirəm. Dediniz ki, motivasiyonu saxlamaq əsasında futbolçular elə fikir, elə sevinirdi ki, çempion olmayıb, ahadləşib elə. Yox, daha çox oyunda yəni fikirlərimi bildirdim. Hansı ki, nə qədər yəni çempionluğun sayı olsa da oyunda futbolçuları belə bir motivasiya saxlamaq elə də asan deyil. Əgər onların istəyi olmasa, onların belə deyək, arzusu olmasa, onları bu tempdə qoruyub saxlamaq çətindir, amma məncə oyunda hiss olunmadı. Oyunda yəni, ilk dəqiqələrdən sona kimi demək olar ki, həm yaxşı mübarizə apardılar, həm oyunda qalib gəlmək istədilər. Ümumən, bəlkə ümumiyyətcə hər bir uğur ilkləri daha belə deyək, ləzzətli olur. Amma mən, məsələn, həmişə növbəti uğuru daha istəmişəm ki, onu əldə etməyə və sadəcə sevinmək də ola bilər ki, sadəcə orada biraz motivasiya görünmür, amma hər bir halda mənə vacib olan meydançadır və orada futbolçuların istəyini gördüm.